Zemfira xanım cılız bir ifaçı deyil. Showmedia.az xəbər verir ki, müğənni Zemfira İbrahimova səmimi verilişində Şəbnəm Tovuzlunun onun barəsində səsləndirdiyi fikirlərə sərt reaksiya verib. Yəni, insan danışanda sözün əvvəlindən axırını gətirə bilirsə, o sözü o zaman danışmalıdır. Söz ağızdan çıxdısa, o sənin deyil, artıq o bütün cəmiyyətə yayılır. Sən deyirsən ki, Zemfira xanımı ötürmüşəm. Birinci, Zemfira xanım cılız bir ifaçı deyil. Zemfira xanım lazım olan muğamları, musiqiləri, nəğmələri ötürə bilər ki, sizlər ifa edəsiz. Zemfira xanım Alim Qasımovu görüb, Canəli Əkbərovu görüb, Arif Babayevi görüb. Yəni, bir çox sənətkarların dərslərindən keçmişəm və musiqinin dərinliklərindən gələn bir insanam. Mənə heç kim heç nəyi ötürə bilməz. Mən onu əhv elədim. Çünki bizim aramızda bir səmimiyyət var. Mən onu başa saldım ki, bu məsələlərə diqqət etmək lazımdır. Çünki sən mənə yaxın insansan və dediyin sözlər ictimaiyyətə çıxır.